Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Studiyamızın bugünkü qonağı Müşfiq müəllimdir. Müşfiq müəllim, xoş gördük. Xoş gördük. İlk öncə verilişə başlamamışdan öncə istərdim ki, dinləyicilər sizi biraz da yaxın tanısın. Ona görə birinci sualım belədir. Müşfiq müəllim kimdir? Mən kiməm? Mən Sumqayıtda böyüyüb yaşayan bir adamam. Müəlliməm, fəlsəfə müəllimiyəm. Fəlsəfə doktoru, dosent əmər belə diplomlar soruşulursa. Fəlsəfə ilə məşğulam. Bəzi kitablarım var. Uzaq Şərq fəlsəfəsinə aid tərcümələrim var. Adlarını bilmək olarmı? Gənclərə tövsiyə. Ən əsas kitabım tanımadığımız Konfutsi kitabıdır. Sonra həm müəllif Rauf Qaraşıqla yazdığım Sadəliyin Dözülməz gözəlliyi. Bu bədii mi kitabdır? Bu epistolar janrda bir kitabdır, məktublaşma olaraq yazılıbdır, amma fəlsəfi kitabdır. Tamam. Sonra tərcümələrim var. Uzaq Şərq fəlsəfəsindən Buddizmi tərcümə eləmişəm, Buddanı. Sonra Lao-Tsını, Chuang-Tsını, Sufi ədəbiyyatından İdris Şahı tərcümə eləmişəm, Zen-Buddist araşdırma tərcümə eləmişəm, Erich Frommdan, Suzuki'dən. Belə, bəzi işləri görə bilmişəm. Minnətdaram, təşəkkür edirəm. Maşallah, zəngin işləriniz olubdur. Müşfiq müəllim, insanla bağlı əsrlər boyu insanlar düşünür, özlərinin cəmiyyətdəki yerini axtarırlar, özlərini axtarırlar. Gələcəklərindən bağlı, keçmişlərindən bağlı bir çox qaranlıq suallar var insan beynində. O suallardan birini mən sizə vermək istərdim. İnsanoğlu hansı yolu seçməlidir? Nə etməlidir ki, həyatda mütləq uğur qazansın və istədiyi mövqeyə gəlib çata bilsin? Belə bir yol varmı? Varsa bunun səbəblərini, yollarını sizdən xahiş edirəm. Ümumi yol ehtiyatlı olmaqdır. Hansı sahədən ehtiyatlı? Hər şeydə ehtiyatlı olmaqdır. Konfutsi deyirdi ki, mən ömrü boyu buz üstündə yeriyirmiş kimi yeridim. Bu cür həyatdan zövq almaq olur mu? Olur. Axı riskli addımların insana verdiyi həzz, necə deyim sizə, bəzi zövqlər, orada axı ehtiyatlı addımlardan, ehtiyatlı keçmələrdən hardasa söz danışa bilmərik. Risk məqamı risk məqamıdır. Onun üçün insan böyüməlidir. Tamam. O risk məqamı üçün yetişməlidir. Konfutsi deyirdi ki, əgər mən bir adamı 10 il, 15 il öyrədərəmsə, sonra onu döyüşə apara bilərəm. Çox maraqlı. Yəni, hazır olmayan adamı, yetişməmiş adamı döyüşə aparmaq, onu ölümə məhkum etmək kimi bir şeydir. Həyat nəzərə alsaq ki, həyat da bir mənəvi döyüşdür. Aynen. Döyüş meydanıdır. Və bu anlamda buz üstündə yeriymiş kimi əvvəlcə bir həyatı öyrənmək lazımdır. Mənim yadıma gəlir ki, gənc vaxtı bir oğlana rast gəldim. O atıldı ortalığa, yaltaqlıq yolunu seçdi, yalançılıq yolunu seçdi. Sizə münasibətdəmi? Yox, bu mənə münasibətdə deyildi. Mən gördüm ki, bu adam belə yuyulmamış çömçə kimi atdı özünü həyata və ona dedim ki, sən nahaq belə atılırsan. Sən bilmirsən xeyir nədir, şər nədir hələ. Sən bilmirsən bu dünyanın işləri nədir. Sən tanımırsan, mən görürəm ki, sən tanımırsan bu dünyanı. Amma atılırsan bu bataqlığın içinə, məhv olacaqsan. Eləmə bunu. Bu sənə uğurlu bir şey kimi görünə bilər. Yalançı yollar, saxta yollar. Saxta yolların doğruluğuna inanan bir sürü insanlar var. Bir sürü insanlar var, inanırlar ki, həyatdakı yeri tapşırıqla tuta bilərsən, rüşvətlə tuta bilərsən, yalanla tuta bilərsən. Mən sizə deyirdim, biraz diqqətli olun, baxın. Sən tapşırıqla Lev Tolstoy ola bilməzsən. Sən rüşvətlə Viktor Hugo'nun yazdığı əsərləri yaza bilməzsən. Həqiqi böyüklük həqiqətdən gəlir. Sizi aldadıblar. Biraz ehtiyatlı olun.
dinlərdə bunu şeytan sizi aldadıb deyirlər də. Saxta yolları sizə cazib göstərirlər və atılırsınız ortalığa təcrübəsizlikdən. Biraz dayanın, gözləyin, biraz başqalarının təcrübələrindən öyrənin. Zaten Quran da bunu deyir ki, bir baxın, görün o birlər, uğursuz sivilizasiyaların aqibəti nə oldu, o insanların aqibəti nə oldu. Biraz gözləyin, bir 20 il, sonra üzünü çevir, bir də bax, üzünü çevir, bir də bax. Bəzən hər üzünü çevirib baxanda bir 20 il keçəcək. Sən görürsən ki, adam yanlış yolla gedir. Düşünürsən ki, bu yıxılmalıdır. Mesela Konfutsiyada bu vardı ki, həqiqətə qarşı yaşayıb sağ qalan adamların sağ qalması möcüzədir. Yəni bu dünyaya xas bir şey deyil. O çox böyük bir risk eləyir. Həqiqəti bilənlər bilirlər ki, yalan yollar böyük bir təhlükə yoludur. Allah da burada əslində təhlükəsizlik, sığınmaq, müdafiə yolu adlanır. Ona görə də gənclər öncə bir həyatı öyrənməlidirlər, tələsməməlidirlər. İnsan çox gec yetişən varlıqdır. Heç 40 yaşına qədər ortalığa atılmağın tərəfdarı deyiləm. 40 yaşına qədər ortalığa atılan kim idi? Makedoniyalı İskəndər. Siz cəsarət dediniz, ağlıma düşür. Çox böyük cəsarətlə bütün dünyanı aldı. Gedib Hindistanı alanda bir yox çıxdı qabağına, ona belə bir oyun oynadı. Götürdü bir quru dəri qoydu ortalığa. Hoppandı dərinin bir tərəfinə dəri belə dik qalxdı. Hoppandı o bir tərəfinə dəri dik qalxdı. Ən sonda hoppandı dərinin ortasına və oturdu orada. İskəndər soruşdu tərcüməçilərlə, o nə demək istəyir mənə belə? Deyirsən, böyük bir ölkəni almısan, ərazini almısan, özündə gəlir çıxmısan qırağına, ölkə sənin başını aşacaq, get otur ortasında idarə eləməyə çalış. Yəni, daha nə söhbətlər olub, o Kalan adlı bir yox idi. Öldü də. Çox tez öldü. Çoxlar deyir ki, xəstələndi yolda, yox. Həyat enerjisi qurtaranda insan ölür. Ya vəlvələdən, ya zəlzələdən. O enerjini tükəndirməməli idi Makedoniyalı İskəndər. Cavanlıq, enerji yuyulmamış çömçə kimi atıldı ortalığa. O biraz da öyrənməli idi. Biraz da o Aristotelin tələbəsi olmuşdu. Ümumiyyətlə, həyat konsepsiyası haqqında şərqdə belədir ki, ehtiyatlı olun, bir 40 yaşına qədər bir dünyanı öyrənin, bir peşələr öyrənin. Ondan sonra risklər eləyərsiniz. Ondan sonra siz tanıyırsınız burada nə işləyir, nə işləmir. Burada xeyir işləyir, ədalət işləyir, doğruluq işləyir. Bunu anlamaq üçün 10 illiklər lazım olacaq. Minnətdaram, təşəkkür edirəm ətraflı məlumatınız üçün. Müşfiq müəllim, ancaq indiki vaxta nəzər salanda baxırıq ki, bu danışdıqlarımız paradoksal bir hal kimidir. Harda uğursuz yolu seçənlər, savadsızlığı, başqa yolları, yuyulmamış çömçə kimi özünü ortaya atanların indi meydan suladığını görürük hazırda. Bu məsələnin birinci tərəfi. Mən əsas hansı mövqeyə məsələyə toxunmaq istərdim. Deyirsiniz ki, insan gec yetişir. Mən sizinlə tam razıyam. Gənclərimiz həyatı öyrənməyə hardan başlasınlar və hansı məqamlarda, hansı seçimlərdə daha diqqətli olsunlar. Misal üçün, ailə həyatı qurmaq məsələsində, peşə sahibi olmaq məsələsində bilmədiyimiz sahələrdə varsa, bunu sizdən çox xahiş edərdim ki, bizim gənclərimizə tövsiyələrimizi verərdik. Əvvəla bu yanlış bir şeydir. Yanlış təsəvvür. Mən heç də saxta yol tutanların bir uğurunu görmürəm. Mənim gözüm görmür. Makedoniyalı İskəndər barədə danışdıq. Bu Makedoniyalı İskəndər nə qədər də o düzgün yolu seçməsə də adını tarixə yazdıra bildi. Adını tarixə Herostrat da yazdırdı. Herostrat adında bir adam var idi. Getdi Artemidanın məbədini yandırdı ki, adını tarixə yazsın. Bundan sonra hakimlər də bildilər nə üçün bunu eləyib. Dedilər ki, yazmayacaqsınız. Bu adamın adını heç yerdə çəkməyəcəksiniz. Bir neçə illər keçdi, adı düşdü tarixə. Artemidanın məbədini yandıran adam kimi. Tarixə bu cür düşmək mümkündür. Amma Makedoniyalı İskəndər həm də böyük bir fiyasko, böyük arzular və böyük bir fiyaskonun tarixi kimi düşdü. Qurduğu bütün dövlətlər sonra məhv oldu. Tikdiyi bütün şəhərlər tikirdi səhranın ortasında. Hamısı qaldı qumsallığın içində. Və bu böyük bir uğursuzluğun abidəsi oldu. Bunun nəyinə sevinmək olar ki? Bu bir dərsdir, hə?
Kimlər üçün? Amma burada uğur yoxdur ki. Uğur o vaxt olur ki, sənin yaptığın əməl gələcəyə, əbədiyyətə yolu olur. Əbədiyyət damğalı əməllər olur. Burada mən əbədiyyət damğalı işini görmürəm. Bu, möhtəşəm uğursuzluq tecrübəsidir. Bu bir. Quranda deyir, onların ölkədə at oynatması səni çaşdırmasın. Yəni, sən gözünü elə düzəltməlisən ki, həqiqi uğuru görəsən. Bu ölkədə həqiqi uğuru olan insanlar var. Bu ölkədə saxta uğura tapınan insanlar da var. Onlarda heç uğur görmürəm. İllüziyadır, fokusdur onların uğur görüntüsü. Biri görürüz hansısa bir müğənni çıxır ortalığa, səs yox, PR eləyirlər adamı, məsələn, tutalım ki, kliplər çəkirlər. Mən 2000-lərin əvvəllərində gördüm elə. Hiss olunur ki, adamın arkasında kimsə durubdur, kliplər çəkdirilir. Hanı, yox oldular o adamlar. Onlar gəlirlər və gedirlər. Eyyub Yaqubov oxuyur hələ də. Flora Kərimov oxuyur hələ də. Məsələn, həqiqi sənət qalır. Bunu görmək lazımdır. O müvəqqəti görüntü yaradıb insanları çaşdırırlar. Yanlış yolla gedən heç bir insanın qalıcı heç bir uğuru olmur. O adama həsəd aparmaq olmaz. Çox maraqlı. Buradan bir sual ortaya çıxır. Tamam, uğur barədə danışdıq, yanlışlıq, doğru barədə danışdıq. İnsanın özünə gəlmək istədim. İnsan özü nə üçün yaradılmışdır və nəyə doğru irəliləyir, addımlayır, kim olmaq istəyir, həyatda onun mövqeyi, məqsədi nədir ki, biz bunun irəlilədiyi bir cəmiyyətdə düzgünləri, yanlışları və s. müzakirə edirik. İnsanın işi doğulmaqdır daima. İnsan bir dəfə anası tərəfindən doğulur, bir də insan kimi ikinci dəfə doğulmalıdır Allahın elmi ilə. Əxlaqlı insanın yaranması, yeni insanın doğulması deməkdir. Bu asan məsələ deyil. Əxlaqlı insanların sayı sizin təsəvvür etdiyinizdən çox-çox azdır. Biz insanlara tərbiyə öyrədirik ki, bunu eləmək olmaz, bu etiketdir daha çox. Belə davranmaq lazımdır. Amma həqiqətən əxlaqlı insan Allahın qırmızı çizgilərini gözü ilə görmüş adamdır. Onları təcrübə etmiş adamdır ki, bax bu çizgidən kənara ayağımı qoyanda həyatım başıma uçur, bu çizgidən bu tərəfə qoyanda həyatım çiçəklənir. Bunu bilən, təcrübə etmiş insanlar çox azdır. Çox az insan bilir ki, oğurluq böyük bir təhlükədir. Çox az adam bunu bilir. Fikirləşir ki, əgər görməsələr, oğurlasam, bundan istifadə eləyə bilərəm. Çox az adam bilir ki, bu sənin boğazında qalacaq. Çox az adam bilir ki, yalanla həqiqi uğur yarada bilməzsin. Həqiqətlə həqiqi. Həqiqətin özü zaten uğurdur. Uğursuzluq kimi görünəndə belə. Ona görə əxlaqlı insanın doğuluşu çox çətin bir şeydir. Bunun bir barama dövrü var. Yəni, o doğulurmu əxlaqlı insan, yoxsa yetişirmi? Doğulur sanki olaraq. Doğulmaq indi deyil, yəni ikinci dəfə özünü doğulur. Aydındır. Onun bir barama dövrü olur. O özünə qapılır, o mağaraya çəkilir, rəmzi mənada, hərfi mənada. O ibadət dövrü keçir, özünü dərk etmə dövrünü keçir və özünü dərk edəndən sonra ki, Sakrat deyirdi özünü dərk elə. Bu çox ağrılı, çətin bir prosesdir. Bunun sonucunda yeni bir insan doğulur. O insan çox gözəl fəaliyyətlər qoya bilər ortalığa. O insan qalıcı işlər qoyacaq. Makedoniyalı İskəndər kimi uğursuz işlər görməyəcək. O insan qalıcı, əkdiyi ağac qurumayacaq o insanın. Bəzən məsələn deyirlər, şərqdə məsələn bu ağacı Budda əkib, bu ağacı Zərdüş əkib. Bilmirəm, 2000 illik, 3000 illik ağaclar da var hardasa yer üzündə, 1000 illik ağaclar da var. İnsanlar deyərlər ki, bunu filan peyğəmbər əkib. Bu inancın özü gözəldir. Çünki o adamların əkdikləri ağaclar qurumaz əlbəttə ki. İndi bayaq sual vermişdiniz ki, gənclər nə seçimlərdə diqqət eləsinlər özlərinə. Əgər insan ehtiyatla yaşayarsa, söhbətimdən mən də dedim,
həqiqəti yalandan seçməyi, fərqləndirməyi öyrənəcək bir gün. Bunu öyrənəndə o əxlaqlı insan olacaq. Əxlaqlı insan daha böyük ilahi həqiqətlərə qapı açmış olacaq özünü. Ali həqiqəti dərk edən adam yalnız yer üzündə doğru işlər görər. Məsələn, bir həkim bir xəstəni müalicə etmək üçün mütləq gərək elmli olsun, xəstəliyin doğru diaqnozunu versin. Əgər xəstəliyin doğru diaqnozunu verməyibsə, onu müalicə edə bilməz, deyilmi? İnsan da belədir. O bilməlidir ki, nə iş görmək lazımdır, əsas iş nədir? Ən çətin elə budur. Onda o işi görə biləcək. O insan özünü dərk etmiş, şəxsiyyət olaraq yenidən doğulmuş insan dünyada ən gözəl işləri görəcək. Minnətdaram, təşəkkür edirəm. Müşfiq müəllim, astrologiya, münəccimlik, numerologiya, bu siyahını artıra da bilərik. Egzoterik bilgilər. Bu adını çəkdiyim nəsnələrin hansıların insanlığa xeyri var? Ümumiyyətlə, hansıları bir doğru mövqe seçir? Ümumiyyətlə, bunlar haqdandırmı? Bu elmlər və yaxud da bu bilgilərdə hansı bir həqiqətlər yatırmı? Bundan insanlar hansı sahələrdə istifadə edə bilər və yaxud da tamamilə uzaq durması gərəkir? Bu, indi günümüzə niyə onlar gəlib çatmadılar? Və yaxud da onlar var idimi, yoxsa bunlar əsatirlərdir? Müəccimlər olub şərqdə həmişə. Hindistanda bunun böyük bir elmi vardı. Mən də biraz məşğul olmağa çalışmışam gəncliyimdə bu ilə. Bəzi həqiqətlər var xarakter olaraq. Amma bütövlükdə bu sistemi çözə bilmədim və anlaya bilmədim. Və düşünmürəm ki, bu qədər də önəmli bir elmdir. Tamam. Ən önəmli elm özünü dərk eləməkdir. Birbaşa insan özündən nasıldır? Ədəbiyyatdan oxumalısınız. Özünü dərk eləmək ədəbiyyatdan deyil, bu özünü müşahidədən başlayır və insan bunu bacarır. Bu insanın bacaracağı şeydir. Hətta tamamən savadsız bir insanlar belə olur ki, özlərini elə yaxşı dərk eləyirlər. Görürsən ki, belə ağırdır, xarizmatikdir bu adam. Sözünün qədrini bilir, nə yaptığını bilir, nə dediyini bilir. Axmaq adam savadlı da ola bilər, hətta professor da ola bilər. Amma nə dediyini bilməz o adam. Fərqindəliyi aşağı səviyyədə olar adamın. O açıdan müdriklük özünü dərklə gəlir və müdrik olmadan elədiyin bütün fəaliyyətlərin mütləq yan etkiləri çıxır. Bir problem çıxır ki, onu həll edəmsə. Bu birisine oxşuyur. Heraklın bir qəhrəmanlıqlarından birisi də bu idi ki, gedir Hidra ilə döyüşür. Hidranın da çoxlu başları var, 9 başı var. Bir başı kəsir, yerinə 2 baş çıxır. Bir başı kəsir, yerinə 2 baş çıxır. Ana birisi ona deyir kənardan ki, kösöv götür, dağla kəsdiyin başların yerinə ki, yenisi çıxmasın. Bu, qədim Yunanların müdrikliyiydi. Çox böyük bir şeydir burada. Da bir fəlsəfə yatır. Mütləq böyük fəlsəfə yatır ki, elədiyin xeyir elə olmalıdır ki, o başqa yeni problemlər, fəsadlar çıxarmasın. Bir çox fəsadların çoxsu cahil adamların yaxşılıq eləmək istəyindən yaranıb yer üzündə. Ona görə insan əvvəlcə kamil olmalıdır, sonra kamil işlər görməlidir. Bu kamillik insana yer üzərində nələrsə verir, çox şey vəd edir. Bu Allah qatında ümumi yaradanın baxışından baxsaq, insanın kamilliyi, qazandığı o düzgünlük, nailiyyətlər hara aparır insanı? Sanki Allahın özünə mi aparır? Yoxsa bu nə olmağa doğru gedir? Artıq biz insanıq. Və bu dediyimiz də bizim üçündür. Bunlar nə üçündür? Bilirik ki, nə qədər kamil olsaq da, nə qədər özümüzü ətrafı dərk eləsək də, bunun bizim fizioloji bədənimiz üçün bir sonu var. Bu sonu varsa, bu qazandığımız, əldə elədiyimiz nailiyyətlər nə üçündür? Bizi hara götürür? Bizi növbəti mərhələyə mi aparır? O mərhələdə biz hansı formada olmalıyıq? Biz bu düşüncələr hərdən məni düşündürür. Tamam, mən bir insan kimi... Bədən atdı. Tamam.
Atı müəyyən yerə qədər qovacaqsan, sonra dəyişdirəcəksən atı. Bu atla çox uzaq əbədiyyətə qədər gedənməzsən. Amma insan yolda yaradılmış bir varlıqdır. İnsan heyvandan Tanrıya doğru gedən bir yoldur. Ona görə də onun mahiyyəti yolda aşkarlanır. O mütləq Tanrıya doğru, həqiqətə doğru irəliləməlidir. Bizim dediklərimiz də onun o yolçuluğu ilə bağlıdır. Ortada qalmaq da mümkün deyil. Ortada qalan kimi geriyə düşürsən. Bəli. Geriyə gedirsən. İndi ondan o yananı biz bilmirik. Bilmədiyimiz şeylər haqqında danışmaq da doğru bir şey deyil. Quran da bu barədə çox az bir şey bizə bildirir. Çünki görmədiyimiz bir şey haqqında niyə çox danışılsın ki? Bircə onu deyir ki, siz razı qalacaqsınız. Allah da sizdən razı qalacaq, sizi cənnətinə yerləşdirəcək. Bizim ömrümüz, bizim həyatımız, bizim bədənimizin həyatı ilə bitmir. Ruhumuzun həyatı daha uzundur, qalıcıdır. Ona görə də biz ağıllı adamlar ruhuna xidmət edirlər, bədəninə deyil. Bəli. Bəzən bədənlərini qurban verirlər. Məsələn, şəhidlik odur. Bəli. Ruhuna ali xeyri vermək üçün. Ona görə biz belə mürəkkəb varlıqlarıq da. İnsan ruhunu nəzərə almadan yaşayanda bədbəxt olur. Ruh öz qisasını alır insandan. Ruha gərək həqiqət yedizdirəsən. İsa Peyğəmbər deyirdi ki, insan təkcə quruca çörəklə ayaq üstə durmur ki. Bəli. Biz bədənimizi yemləmək üçün ona çörək veririk. Amma çox adamların ruhu acından ölür. Bəli. Ruha həqiqət yedizdirmək lazımdır, yalan yox. Ruha həqiqət yedizdirirsən, o yavaş-yavaş böyüyür. Ona görə şərqdə insanlar Quran oxuyarlar, İncil oxuyarlar, Dhammapada oxuyarlar, Bhagavad Gita oxuyarlar, çörək yedizdirərlər ruhlarına hər gün. Sizə bu o demək deyilmi ki, insan fiziki ölməmişdən öncə ruhani də ölə bilər? Yəni ruh bədəndən küsüb gedə də bilər. Təbii, yəni Onun üçün edirlər. onlar diri deyillər, dir Allah Quranda. Onlar ölüdülər. Sən ölülərə heç nə eşitdirənməzsən. Bədəni sağdır, amma özü ölüdür. Qulağı var, amma o qulaqla heç nə eşitmir. Bəli. Ürəyi var, amma o ürəklə heç nə anlamır. Ağlı var, amma o ağılla heç nə dərk edə bilmir. Heyvan səviyyəsinə düşürdü. Heyvanlar. Heyvan dedi, Sokratın bir sözü yadıma düşdü. İnsanlar sosiallaşmış heyvanlardır. Bir belə bir deyim var. Aristotel o siyasi heyvandır. Bəli, Aristotel. İnsanlar siyasiləşmiş, sosiallaşmış siyasi heyvandır. Hə. Siyasi heyvandır. Sizcə günümüzdə bu anlama yaxın insanlar çoxdurmu? Təbii ki, görür. İnsanlar siyasi heyvandılar. Siyasi heyvanı nə düşündürür həmişə? Üstünlük eksiklik dərəcələri. İki adam bir-birinlə görüşür. Müqayisə. Onlar həmişə bir-birlərini müqayisə ilə. Mənim varım, onun varı. Mənim savadım, onun savadı. Mənim diplomlarım, onun diplomları. Mənim şöhrətim, onun şöhrəti. Mənim statusum, onun statusu. Və bunun yarışı gedir. Telefonlar, geyimlər, hətta işlətdiyi sözlər belə. Hamısı status belirləmək üçün bir görürsən başlayır deduksiya, induksiya, anlamadığı afirmasiya, anlamadığı dillərdən, anlamadığı hərflərlə sözlər işlədirlər. O terminləri ona görə dilinə qatır ki, üstünlük göstərsin. Status belirləyir. Bu axmaqdır. Öz aləmində status belirləyir. Bu insanın axmaqlıq səviyyəsidir. Bu siyasi səviyyədir. Siyasətdə dövlətlər həmişə güc nümayiş etdirərlər bir-birlərinə. Bəzən o güc olmayanda belə multfilmlər çəkərlər, nə bilim, filmlər çəkərlər, göstərərlər ki, məndə bu güc var. Propagandist. Əzələ nümayiş edirlər buna. Və bir-birlərini yemək istəyərlər, bir-birlərini zəbt eləmək istəyərlər. Günümüzdə də o da var. Bu həmişə belədir. Həyatın siyasi səviyyəsi var. İnsan siyasi səviyyədə qalırsa, ruhani səviyyəyə atlaya bilmirsə, o insanlığını ifadə eləyə bilmir. Siyasət heyvanlarda da var. Bəli. Məsələn, itlərin həyatına baxsaz, o çöldə yaşayan itlərə, gidin onlara yemək verin. Özünə şirin göstərirlər ki, yenə gələsiz. O itlər belə bir şeydir. Məsələn, erkəklər. Ən güclü erkək imkan vermir ki, o bir erkəklər yemək yesin. Onlar yemək yesələr, sabah mənim əleyhimə çıxacaqlar. Onlar yeməksiz qalıb ac qalsınlar.
Dişilər nə qədər istəyir yesin. Amma erkəkləri yaxın qoymurlar, gənc erkəkləri. Bu başdan ayağa siyasətdir. Bəli. Bu başdan ayağa siyasətdir bu səviyyə. Ruhaniyyət isə tam tərsdə duran bir şeydir. Ruhaniyyət qalib gəldiyin əsrinlə çörəyi bölüşməkdir. Quranda deyildiyi kimi. Çox dərin ifadədir. Ruhaniyyət insanın başqa bir insanla təması onu xilas eləməyə, ona kömək eləməyə əsaslanır. Yəni bir adam həqiqətən bir yüksəkliyə gəlib çatıbsa, həqiqətən bir ali bir şey dərk edibsə, onun işi mərhəmət saçmaqdır, onun işi zəbt eləmək deyil. Onun işi alçaltmaq deyil. Köləlik sistemi yaratmaq deyil. Onun işi qarşısındakini diz üstündə qaldırıb ona insan olmağı öyrətməkdir. Burada insanın ali təbiəti ortalığa çıxır. Məhəbbət vermək, mərhəmət vermək, ədalətli yanaşmaq. Siyasət ikili standartla işləyir. Biz bunu həyat dünyada da gördük. Qarabağ məsələsində də gördük. Amma ruhaniyyət isə nə deyir Quranda? Tərəzidə özünüzə necə çəkirsinizsə, başqalarına da elə çəkin. Özünə çəkəndə çalışırsan ki, kiloqram tam olsun. Başqalarına 850 qram çəkirsən, deyirsən kilodur, götür apar. Yəni, problem bu ədalətsizlik. Bu siyasətdə normaldır. Mən üstünəm. Mən üstünəm, o məndən balacadır. Onun canı çıxsın. Yenə də bu yanaşmanı göstərən insandır axı. İstər siyasətdə olsun. İnsandır, insan səviyyələrlə bəli. İnsan özü, dedim ki, doğulmalıdır. İnsanın səviyyəsi var. Uşaqlıqda da insandır, gənclikdə də insandır, yetişmiş dövründə də insandır. Mən məsələn, uşaqlıqda elədiyim səhvlər də mənəmmi? Təbii ki, xeyr. Ona görə də insan yolda olan bir varlıqdır. Yolda formalaşan bir varlıq. Cəmiyyət də yoldur. İndi eləsi var ki, 80 yaşına gəlib çatıbdır, 15 yaşında uşağın davranışını sərgiləyir. Tamamdır. Böyüməyib də. Tamamdır. Bu 1000 illərdir bu cəmiyyət gəlir. Formalaşa. Dediyimiz amillərin hamısı da öz-özünə formalaşır. Bir məntiqi sonluğa çıxa bilmir ya. Sizi elə məntiqi şey maraqlandırır ki, bəşəriyyət nəsə, yox, dünya kifayət qədər normal bir axarla axır. Allah elə belə dünya yaratmaq istəyirdi, bilirsinizmi? Siz istəyirsiniz... Yəni, düşünürsünüz, hər şey qaydasında. Hər şey qaydasında gedir. Çox maraqlıdır, buyurun. Hər şey 10 min il əvvəl də qaydasında gedirdi. Bu bizim ağlımızdakı ideyadır, boş bir ideyadır ki, biz dünyanı cənnətə çevirməliyik. Biz burada texniki bir cənnət yaratmalıyıq. Bu boş şeydir. Dünyada həmişə zalim insanlar olacaq. O zalim insanların yetişdirildiyi yerdir dünya. O zalimlığının puç olduğunu yeryüzündəki həyatında görməlidir. Bura laboratoriyadır. Bura islah koloniyasıdır. O üzünü harada düzəldəcək? Siz elə bilirsiniz ki, qurt-quzu ilə otlayacaq nə vaxtsa yer üzündə. Heç vaxt elə bir şey olmayacaq. Mümkünsüzdür bunun. Bura ruhlar gəlir ki, qələtlər eləsinlər, doğrunu tapsınlar. Doğrular eləsinlər, doğruda qalsınlar. Bura ruhlar özlərini dərk eləmək üçün gəlirlər. Ona görə biz burada zülmətlə də, ədalətsizliklə də zaman-zaman həmişə rastlaşacağıq. Burada heç kim özünü aldatmasın. Texniki cənnət yaradacaqsınız qərbdə, manyaklar çiçəklənəcək. Bəli. Qarşısını ala bilmirlər. Bəs yaxşı, sizin təhsiliniz yaxşı. Burada bir şey olan kimi həmən mediada qara qışqırıq salırlar ki, təhsilimizin səviyyəsi aşağıdır, ona görədir. Bəs yaxşı, bu manyaklar Almaniyada niyə yaranır? 20 il öz evlatlarını padvalda saxlayan manyaklar olur. Bəli. Yaxşı savad almayıb mı? Onların təhsil sistemi yaxşı deyilmi? Və yoxsa onların həyatı pisdir? Yoxsa rüşvat var onların da həyatında, hər addımda? Bəs niyə bu cinayətkarlıq orada da kəsilmir kökü? Buradakilərin başını piyləyirlər ki, oralar cənnətdir. Bu insan təbiətidir. Və biz bu yer üzünə islah olmaq üçün gəlirik. Biz burada həqiqəti tapmaq üçün gəlirik. Həqiqəti tapmayan adam elə bilirsiniz ki, gözəl hərəkətlər eləməlidir. Adam nə qədər ki, həqiqəti tapmayıb, başına bəla açmalıdır. Təkcə özünə yox, ailəsinə, içində bulunduğu cəmiyyətə də. Ona görə məncə hər şey normaldır. Bura
özünü düzəltmək üçün qaydasındadır. Sadəcə olaraq bir cəmiyyətdə müdrik insanlar, ağıllı insanlar daha fəaliyyətlidirsə, bir cəmiyyətdə həqiqət baş ucundadırsa, ədalət baş ucunda saxlanılırsa, ayaq altına salınmırsa, o cəmiyyətdə çiçəklənmə yaranır və o ölkə bir müddət örnək olur o bir ölkələrə. Amma bu bir müddət o demək deyil ki, həmişə davam edəcək. Bunu hər zaman qanunla, canınla sübut eləməlisən. Heç bir nailiyyət əbədi deyil. Məsələn, tutalım ki, biz bir torpağı aldıq, sonra onu bizim əlimizdən ala bilirlər. Sonra biz onu təzədən ala bilərik. Və bu deməkdir ki, indən sonra bizim heç bir təhlükəmiz yoxdur. Biz həmişə torpaqlarımızı qorumalıyıq. Həmişə onun keşiyində qalmalıyıq. Biz əgər sayıqlığı itirəriksə, həmən hər şeyimizi itirərik. Məsələn, türklər bir vaxtlar gəldilər, Bizans imperiyasını zəbt elədilər, orada bir məmləkət qurdular. Keçən yüzildə bütün dünya birləşib Türkiyəni məhv eləmək istəyirdi. Atatürk'ün bir qəhrəman çıxana qədər. Elə deyilmi? Türk xalqı yenidən qan tökdü və sübut elədi ki, biz bu torpaqlarda yaşamağa layiqik hələ. Ona görə təxminən vaxtaşırı hər bir xalq üstündə yaşadığı torpağın bahasını öz qanı ilə ödəmək zorundadır. Bu zarafat şeylər deyil. Firavanlıq da, cəmiyyətdəki ədalət də hər nəsil o imtahanı verməlidir. Hər nəsil ayıqlıq imtahanını verməlidir. Sayıqlıq imtahanını verməlidir. Həqiqət imtahanı, ədalət imtahanı verməlidir ki, yaşaya bilsin o torpağın üstündə. Təəssüf ki, qanla ödəyirik. Onu başqa nələrlənsə bütün dinlər yox. Ən bahalı şey qoyma. Ona görə bütün dinlərdə ən əsas ayin qurban ayinidir. Qurban ayini olmayan din yoxdur. Bəli. Konfutsiyada belə bu vardır. Çünki bu insanlara əbədi bir xatırlatmadır ki, sən böyük dəyərləri yalnız canın, qanın bahasını ala bilərsən. Allah ayələrini ucuz satmır. Çox gözəl. Müşfiq müəllim, elə bir cəmiyyət varmı ki, orada müdriklər çoxdur? Nümunə göstərə bilərsiniz mi? Prinsipcə, bu dəqiqə bizdən daha güclü olan iqtisadi baxımdan falan dövlətlər özünün ağla verdiyi sayğı ilə daha güclü olublar. Bu mütləq deyil. Sapıntılar yaranır. O işin ayrı məsələsi. Bunu filosoflar düşünür və görürlər. Amma məsələn, hər hansı bir ölkə o zaman güclənir ki, o ağla, ədalətə hörmət eləməyə başlayır. Müqayisədə o biri xalqdan daha çox hörmət edir. O zaman o biri xalqı Allah bu xalqın ayağına verir. Belə bir şey yaranır. Kim ki ruha daha yaxındır, onu Allah lider edir. Onu Allah üstün edir. Ona görə Quranda deyilir ki, böyüklük istəyirsiniz, böyüklük Allah'da. Bəli. Həqiqi böyüklük Allah'dadır. O yüzden bunun ayrı-ayrı gradasiyalarını da görmək olur. Konfutsi məsəl üçün imperatorlarına soruşurlar ki, necə eləyə ölkəni çiçəkləndirək? Deyir ki, ədalətli məhkəmələr qurun. Ədaləti ölkəmizin əsas dəyərinə çevirin. Görəcəksiniz ki, hər yerdən insanlar ailələrini götürüb sizin ölkəmizə yaşamağa gəldilər. Və budur sənin üçün insan kapitalı, budur sənin üçün güc, qüdrət, budur sənin üçün ordu. Əgər sən burada ədalətsizlik yaradacaqsansa, cəmaət ailəsini götürüb qaçacaq başqa ölkələrə, sənin ölkən boşalacaq. Və düşmənlər gəlib zəbt edəcəklər sənin ölkəni. Konfutsi belə sadə danışırdı ki, ədalət və həqiqət dövlətin gücünü təşkil edir. Çox gözəl. Gənclərimiz hansı yolu seçsinlər? Uğura gedən yol hardan keçir? Bunu təkidlə soruşuram. Niyə? Çünki gənclərimizin bir çoxuna baxdıqda onların seçdiyi həyat tərzi, yaşadıkları həyat uğura aparmır. Əksinə, bugün narkomaniyadan, erkən nicahdan, nicah zamanı cütlüklər arasında olan anlaşılmamazlıqdan yaranan problemlər çoxdur. Sizcə, natamam bir ailə tam bir evlat yetişdirə bilərmi? Cəmiyyətə xeyirli evlat yetişdirə bilərmi? Bilirsiniz, ailələr
tayı ilə qurulur. Mən elə öz praktikamda elə bir ailə görmədim ki, taylı tayına rast gəlməsin. Yəni bu istisnasız. Onların gözləri yanlış görür. Onlar bir-birinə baxırlar, bu mənim tayım deyil. Ancaq əksinə. Mən ondan savadlıyam, mən mərifətliyəm. Yox, əzizim, sən onun tayısan. Sadəcə olaraq sən özünü başqa gözlə görürsən. Bəli. Allah sizi başqa gözlə görür, yuxarıdan. Allahın nöqteyi nəzərindən siz bir-birinizin tayısınız ki, sizi cütləyibdir, ayaqqabını cütləyən kimi. Və siz bir-birinizə baxıb, o səviyyəni görməlisiniz bir-birinizdə. Ha, level atlayarsansa, böyüyərsənsə, okey. Mümkündür mü? Təbii ki, mümkündür. İnsanlar level atlayırlar, böyüyürlər. Ailə formatında bütün onda hər şey dəyişir. İki fərdin ikisini onda ya o ailə çiçəklənir, tamam, ya da o ailə qırılır. Quranda bunun örnəkləri, məsələn, Lutun arvadı qalır, özü gedir. Çünki indi bizə o dramanı açmırlar, amma bəlli ki, o Peyğəmbərin səviyyəsi ilə ayaqlaşa bilmədi, yanlış yolu seçdi. O zaman onu ayırır Allah. Layiq deyilsən sən bunun arvadı olmağa. O zaman cütlüklərimizin də bir-birlərindən izdivac qurmasında yenə də ilahi. Allah deyir, mən kafiri kafirə, mümini müminə rast gətirirəm. Allahın mühasibatlığında heç vaxt səhv olmur. Həmişə eyni səviyyənin adamları bir-birini cəlb edirlər. Ümumiyyətlə cazibə olmur. Bir adamın səviyyəsi yüksəkdirsə, deyəlim ki, o aşağı səviyyəli partnyordan elektrik almır. Mümkün deyil. Mümkün deyil. Onun nə bilim danışığı, sözü, gülüşü, hərəkəti, hər bir şeyi ona bu adamın sənin adamın olmadığını deyir. İtəliyir özü. Amma tam əksinə, sən öz tayva rast gələndə onun hər şeyi səndə cazibə yaradır. Mənasız danışıqları belə. Mənasız danışıqları belə səndə cazibə yaradır və siz o mənasızlığı, o axmaqlığı birlikdə tədqiq eləmək üçün sizi ayrıca bir otağa salır Allah. Ailə adlı otağa salır ki, ey iki axmaq, gedin, indi içində bulunduğunuz axmaqlığı tədqiq eləyin, öyrənin. Çıxanda mənə deyərsiniz. Dərk edəndə çıxaracam mən sizi. Bunlardan törəyənlər axı daha da faciəvi olurlar. Onlardan törəyənlər də təsadüfi törümür. Onları da Allah insanların bətninə təsadüfi yerləşdirmir. Başa düşürsünüz? O uşaqlar da dərs keçmək üçün gəlirlər o ata-ananın qarnına. Çox gözəl. Onlar da orada alacaqlarını almalıdırlar. Siz o ruhların əvvəlki həyat haqqında xəbəriniz yoxdur sadəcə olaraq. Mən herhalde reinkarnasiyaya inanıram. Ona görə mən ancaq Allahın ədalətini bu cür izah edə bilirəm. Bu ilə razılaşmaya bilərlər təbii ki insanlar. Mən başqa yol görmədim ki, məsələn, o uşaq niyə o ailəyə düşür? O ailədə elə bir unikal vəziyyət yaranır ki, Allah ədalətlidir. Allah ədalətsiz deyil. O ailədə elə bir unikal vəziyyət yaranır ki, o ruh yiyəsi o situasiyanı o ailədə öyrənə bilər. Çox gözəl yanlış. Məsələn, öyrənə bilər ki, zalımlıq yaxşı şeydir. Nə dərəcədə pisdir. Onu o ailədə, o spesifik axmaqlıqlar olur hər ailədə və hər ailədə spesifik işıq olur. Ona görə hər bir uşaq da təsadüfi gəlmir. Allah mütləq dərəcədə ədalətlidir, heç kəsə də zülm eləmir. Və çox zaman dinlə döyüşənlər də bu uşaqları misal gətirərək dinə qarşı çıxırlar, əslində Allahın ədalətinə qarşı. Bəs o uşaq nə oldu? Bəs o uşaq nə oldu? Onun nə günahı vardı? Bilirəm, sən bilmirsən axı. Allah mütləq şəkildə ədalətlidir, mən bunu bilirəm. Amma biz anlamırıq. Məsələn, siz qohumlarınızın, yaxın tanıdığınızın həyatlarını oxuyun deyirəm. O adamın ki, həyatı bir 30-40 il sənin gözün qabağında keçir və sən görürsən ki, Allah bu adama qarşı heç zalımlıq eləməyibdir. Bu adam həyatda aşına nə tökübsə, qaşığına da o çıxıbdır. Bunu aydın şəkildə biləndən sonra bütün həyata da bu tezisi tətbiq edirsən ki, Allah ədalətlidir. Allah heç kəsə zülm eləmir. Sizin deyir, başınıza gələnlər, Quran deyir, sizin əllərinizin etdiklərinin nəticəsidir. Biz öz gələcəyimizi öz fəaliyyətimizlə, öz düşüncələrimizlə, sözlərimizlə, əməllərimizlə edirik. Bizim dərkimizin ifadəsidir bizim başımıza gələn hadisələr. Başımıza o hadisə gəlir ki, spesifik məsələni dərk eləyək.
Bəli. Allah bizə zülm eləsin deyə hadisələr gətirmir başımıza. Dərk edək deyə gətirir. Ümumiyyətlə, Allahın zülm etməsi anlayışı yanlışdır mənə elə gəlir. Bunlar Allah hamısı mərhəmətlidir. insanın, bəli. Vallahi İsa Peyğəmbər deyir, o sizin atanız kimidir. Bəli, bəli. Sadəcə olaraq Allah insanı öz həqiqətlərlə üz-üzə qoyur. Və həmin həqiqətləri sən aynada özünü görən kimi görürsənsə və ona səhv reaksiya verirsənsə, səhv təpki göstərirsənsə və buradan sənə geri dönüş də səhv olursa, sən onun uğursuzluğunu başqasının adına yazmağa çalışırsan ki, bu da yenə dediyimiz kimi axmaq insanların ata biləcəyi bir addımdır. Ona görə gənclərdə belə təsəvvür var ki, mən elə bir partnyor tapacağam ki, o məni xoşbaxt eləyəcək. Tamamilə doğru. Allah isə sənə ideal deyil, komplementar partnyor tapacaq. Bəli. Sənin tayını tapacaqdır ki, sən hüzura doğru yol gedə biləsən. Sən həqiqi xoşbaxtlığın nə olduğunu anlamağa doğru yol gedəsən. Sizin ailənizdə dava şavı olacaq, səs-küy olacaq, qırğın qiyamət də ola bilsin olacaq. Ta ki siz hüzurun açarını tapmayacaq. Siz ideal bir ailə şəklində yaşamaq üçün gəlməmisiniz, səviyyəniz hələ buna uyğun deyilsə, siz biraz da əzab çəkəcəksiniz, qızdıracaqsınız. Xəstədirsə, o qızdıracaq, titriyəcək, ağrıyacaq, elə deyilmi? Bizim insanlar da nə qədər ki, həqiqətə çatmayıblar, onların həyatında titrətmə olacaq, sayıqlama olacaq. Təbii, biz həqiqətə çatanda sağalırıq. Sokrat öləndə ən son sözü bu oldu ki, tələbələrindən birinə dedi ki, sabah gedərsən məbəddə mənim adıma xoruz kəsərsən. Yunanlar xoruzu o vaxt kəsərdilər ki, birisi sağaldı. Yəni, mən sağaldım. Mən bu həyatı sağlamlığına qədər yetişdim. Ölümü də doğru düzgün qarşıladım. Səhv etməmsə Sokratı öldürdülər. Öldürdülər, hə. Zəhərlədilər onu. Həqiqət belə bir şeydir. Bu savad həqiqət demək deyil. Bəli. Savada görə sənin maaşın artar. Çoxu, üzr istəyirəm, çoxu bunu elə başa düşür ki, çox savadlı olmaq, yəni düzgün yolda olmaq. Savadlı olmaq üçün mətn əzbərləyirlər insanlar, müəyyən faydalı şeylər öyrənirlər. Həqiqət isə qurbanlıq həqiqəti ilə bağlıdır. Bəli. Ona görə bütün dinlərdə qurbanlıq həqiqəti vardır. Çünki həqiqət səni fədakarlığa doğru itələyəcək. Mərhəmətə doğru itələyəcək. Fədakarlığa görə canından keçəcəksən həqiqət üçün. Həqiqət səni varlandırmaq üçün deyil təkcə. İnsanlar ona görə savadlanırlar ki, varlansınlar. Həqiqət isə başqa bir şey. Həqiqət sənin sağalman üçündür. İnsanlıq mənasına çatman üçündür. Bunun üçün sən o, bilirsiniz nətər bizim nağıllarımızda vardı. Məlik Məmməd oturur Simurq quşunun belinə, qa deyəndə su verir, qu deyəndə ət verir. Yoxsa qa deyəndə ət verir, qu deyəndə su verir. Və bir dəfə suyu və əti qutarır, kəsir budundan verir. Bax, budur, canından verəcəksən həqiqətə ki, səni daşısın Allaha sarı olsun Simurq quşu. Belə bir yolçuluqdur və ona görə də bunu fayda nöqteyi nəzərindən, sırf belə zənginlik nöqteyi nəzərindən görən cəmiyyət həqiqətə doğru getmir. O əslində həqiqətlə yaxınlaşanda geri çəkilir. Çünki həqiqət onun üçün təhlükəli gələcək. Həqiqət ona sərf eləməyəcək. Sondakı uğursuzluğu görür. Onu hər adam görür, onu ancaq bəsirət açılmış adam görür. Ona görə Allah lütf eləsin adama ki, insan görsün ki, əslində həqiqətdən başqa da uğur yoxdur. Neçə ömürdə dolaşsan, başqa yol yoxdur. Çox maraqlı müzakirələr oldu. Sonda müəllim, sizin özünüzün danışmaq istədiyiniz hər hansı bir mövzu varsa, onu danışın, yekunlaşdıraq. Mən danışmaq istədiklərimdən bir şey deyirəm, sualların içində. Çox maraqlı oldu. Siz müəllim, biraz haşiyədən kənara çıxmaq istərdim. İnsanların, gəncləri izləyirəm əsasən mən. Çünki gələcəyimiz gənclərin üzərindədir, cəmiyyətimiz gənclərin üzərindədir. Hamı həqiqətdən danışır. Hamı yaxşı yaşamaqdan danışır. Ancaq əksər insanların bu istədikləri arzularla, getmək istədikləri hədəflə əməlləri arasında təzadlar görürəm.
Mən yaxşı həyat yaşamaq istəyirəm, mən tanınmış bir insan olmaq istəyirəm. Yəni bu hardan qaynaqlanır? Cəhalətdən qaynaqlanır. Birisi Cəlaləddin Rumidə bir belə pritçə var. Birisi gəlir həkimin yanına. Deyir, həkim gözlərimi pis görməyə başlayıb. Deyir ki, qocalıqdandır. Yuxum da çəkilib. Əvvəllər yaxşı yatırdım, indi yata bilmirəm. Həkim deyir, qocalıqdandır. Dişlərim də ağrıyır. Həkim deyir, qocalıqdandır. Səhərlər dizlərim ağrıyır, qocalıqdandır. Adam hirslənir. Sən nə tür həkimsən, nə deyirəm deyirsən ki, qocalıqdandır. Deyir, bax, bu əsəbləşməyin də qocalıqdandır. Ona görə insanların bütün acıları hamısı cəhalətdəndir. Tamam, Bircə cavabı var. Çıxış yolu nədir müəllim? Özünü dərk etmək. Özünü dərk etmək, bayaqlar çox gözəl məqama toxundunuz. Bəsirəti açıq olan insanlar sizi hərfi Yönəldə bilir. Bəli. Bəsirəti açıq olanlar sizin nə demək istədiyinizi anlaya bilər ki, özünü dərk etmək. Təsəvvür edək ki, bizə dinləyən gənclərimizin bir çoxu özünü dərk etmək anlayışını başa düşmür. O adama heç nə deməyəcək. Deyəcək, bu kişi nə danışır? Qıcıqlanlar, rəylərdə deyəcək, bu nə danışır? Adam kordur. Baxın sizə bir şey. Kora siz ağ vərəq göstərin, ya qara vərəq. Fərqi var. Təbii ki, yox. Görmür, heç birisini görmür. Ona görə mən nə deməyimdən asılı olmayaraq, o heç nə anlamır bu dəqiqə. Mənim dediyimin anlamı yoxdur. Mənim dediyim gözləri biraz açılmağa başlayan adama nəsə verə bilər. Yolunda çıraq olur. Özü bir şeylər tutmağa başlayan adama bir şeylər verə bilər. Bir də mənim səviyyəmdə adamlar var ki, onlar da görürlər, anlayırlar mən nə deyirəm, nə iş görürəm. Bir də məndən yüksək adamlar var ki, onlar da mənim əməlimə qımışa-qımışa baxırlar ki, səhvlərimi də görürlər çünki. Çox maraqlı yanaşmadır. Belə. Amma heç gözü açılmamış adama mən nə anlata bilərəm? Mümkün deyil. Ağ deyim, qara deyim, heç mənası yox. Onda belə çıxır ki, müdriklərin özləri belə cəmiyyəti ayıltmağa, oyatmağa çalışır. Onlar cəmiyyəti ayıltanmazdır. Mümkün deyil. Biz ancaq insanın özü o yəqinə gəlir. Biz ancaq seçilmiş tələbələri yetişdirə bilərik. Çox maraqlıyıq. Biz elita yetişdirə bilərik. Bəli. Biz ağıllı kütlə yetişdirə bilərik. Kütlə heç vaxt ağıllı olmur. Kütləni bəsləyirlər sadəcə olaraq. Konfutsi deyirdi ki, Nəcib kişi küləkdir, balaca adam otdur. Bu əsir, o da əyilir. Burada heç bir yalançılıq, ya bir demokratiya yazada yeri yoxdur. Ancaq hər ikisi lazımdır cəmiyyətə. Təbii ki, o da öz işini görür, yol gedir həqiqətə doğru. O da o cəhalət dövrünü indi yaşamalıdır, şiddətli qaranlıqdır. Hətta o cəhalət dövrünü öz həqiqəti kimi bilir. Allah deyir ki, məsələ, yanlış yolla gedənləri biz qaranlığa salarıq. Elə qaranlığa ki, əllərini belə görməzlər. Yəni, nə etdiklərini belə görməzlər. Belə qaranlıq deyir, okeanın dərinliyində olur. Həqiqətən okeanın dərinliyində çox böyük qaranlıq olur. Və niyə Allah qaranlıq? Deyir, qabağından da pərdə qoyarıq, arxasından da, üstündən də heç nə görməzlər o adamlar. Niyə Allah belə edir? İnsan görür ki, gedir, qaranlıq artır. Geriyə işığa doğru qaçmaq həvəsi yaranır. O, əslində insanı geri qaytarmaq üçün Allahın mərhəmətidir. Salır insanı qaranlıq. Kütlə qaranlığın içindədir. Qaranlıq şiddətlənir bir çox adamlar üçün. Və onlar birdən, ana, hardasın deyə qaça-qaça həqiqət axtarır. Həqiqət bizim anamızdır bir mənadadır. Çox, hər danışığınız maraqlı bir misallarla deyirsiniz. Çox cəmiyyətə inanıram ki, bu gənclərimizin bir çoxunda həqiqəti axtarmaq üçün yeni bir həvəs ola bilər, motivasiya ola bilər. İnşallah. Sizə çox təşəkkür edirəm ki, studiyamıza gəldiniz. Minnətdaram ki, təklifimizi qəbul elədiniz. İnşallah çalışacağam ki, sizinlə söhbətlərimiz, maraqlı, duzlu söhbətlərimiz silsiləli şəkildə olsun və cəmiyyətimizə də xeyirli olsun. Təşəkkür edirəm sizə. Sağ olun. Çox gözəl.